bağ evi tutmuşuq, şəkil zat göstərib beh atmışıq. Ondan sonra aradan çıxıb. Ölkəmizdə bu cür aldanmalar və pulun batması hallarına tez-tez rast gəlinir. Çünki hazırda ev, maşın sövdələşməsindən tutmuş, adi kirayəyə verilən geyimlərə qədər bütün sahələrdə beh ödənişindən istifadə geniş yayılıb. Bu baxımdan behin öhdəliklərinin təminatı rolunu oynadığını desək yanılmarıq. Lakin müəyyən hallar olur ki, tərəflərdən biri öhdəliyi icra edə bilmir. O etibarlı olduğu üçün qarşımdakı insana inamım, etibarım olduğu üçün beh vermişəm. Qarşı tərəfi də qınamaq olmaz ki, yəni o müştərilərini, yəni nəyisə qazanmaq üçün, nəyisə əldə eləmək üçün, yəni müştəri əldə eləmək üçün bunu zanit eləyib. Yəni o olmasın, qeyrisi olsun, yəni qazanc yolu ilə o behini alıb da. Əgər qarşı tərəf razılığı qəbul eləyibsə, qaytarır. Yox, qəbul eləməyibsə o qayıtmamalıdır. O behin üstünə əksinə həm nə qədər beh götürübsə, o qədər məbləğdə də behin üstünə məbləğ qoyub qaytarmalıdırlar. Qanunvericiliyə görə öhdəliyin icrasına başlanana qədər tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Lakin bunun üçün müqavilə şərtdir. Vətəndaşlarımız onu bilməlidirlər ki, artıq kişi sözü və yaxud da ki, mən sözümün ağasıyam prinsipləri belə deyim də yazılı olmadığı üçün şifahidir və bu məhkəmədə hər hansı bir şəkildə sübut olunması da mümkün deyil. Beh verən şəxs məhsul zamanında hazır olmadıqda və ya bunun nəticəsində onun hüquqları pozulursa, qarşı tərəfə behin müəyyən misli nisbətində hətta təzminat belə tələb eləmə ixtiyarı çatır. Və yaxud da ki, məhsulu hazır eləyən şəxs əgər behi aldıqdan sonra xidməti almaqda imtina eləyərsə, behi saxlamaqda tam səlahiyyətlidir və hüququ çatır. Bəzən insanlar beh və avans anlayışını qarışdırırlar. Avans tərəflər arasında qarşılıqlı etimadın yaranmasına və işin icrasının başlanmasına imkan yaradır. Lakin behdən fərqli olaraq avans heç bir itki olmadan geri tələb edilə və ya qaytarıla bilər. Bu halda tərəflər üçün hər hansı hüquq və öhdəlik yaranmır. Salatın Pirmuradova, Orxan Ağazadə, Telesəhər.